Ocaq başında Azərbaycanın milli qəhrəmanı Azərbaycan torpaqlarını erməni təcavüzündən müdafiə edərkən qəhrəmancasına döyüşmüş və şəhid olmuş Əliyar Əliyevdən. Ocaq başında da adətən həmişə olduğu kimi bizimlə onun döyüş yoldaşları, ailə üzvləridir. Qoda Kəpəz biraz cavab verir. Rəhmətli Əliyar müəllim uşaqların hamısını düzdü. Dedi uşaqlar, bu gündən sonra bu bizim axırıncı məşqimiz. Biz bu gündən zalı bağlayırıq. Burada olan uşaqların hamısı özünü müdafiə batalyonu yaranır. Hamımız həmin batalyonun tərkibinə keçirir. Biz döyüşümüzün hücumuna erməninin 4-5 postu tab gətirə bilmədi. O postları qoyub qaçmağa məcbur oldular. Mənim oraya indi göndərdiyimiz təhlükəsiz çarpışmış pozisiyaya. Əməliyyat uğurlu alındı. Ermənilər çaşbaş düşdülər, daha doğrusu kəndi qoydular, diri qaçdılar həmin vaxtda. Həmin əməliyyat 3 gün dalbadal oldu. Sən müşahidə edirsən, hazır olsun. Sən müşahidə edirsən, hazır olsun. Elə danışırdılar ki, hətta özlərinin ölümünə razıydılar. 15 saat erməni. Zaten sevgi o kadar düşünmeden nifret duyuyor. Bundan artıq. Yazın günü 1992-ci ili bizi xatırlayırsan. O günü heç xatırlamaq istəmirəm. Mən onları hara geçtiğini gördüm. Mən istəyirəm oranımız. ildə bu ermənilərin təcavüzü nəticəsində Azərbaycan torpaqlarına ayrı-ayrı cəbhələrdə vuruşsaq da, axırımız 92-ci ildə gəldi bir yerdə birləşdi. Əliyarla Bacıoğlu kimi, Dayı Bacıoğlu kimi yox, bir silahdaş kimi, bir silah yoldaşı kimi orada bir yerdə olduq. Yəni olduğum dövrlərdə də, döyüş əməliyyatlarında da, hamısını da Bacıoğluq arxa plandaydı. Döyüş yoldaşı, döyüş silah yoldaşı öndəydi. İlk elə batalyonun yaradıcılarının biri həqiqətən də oldu belə. İlk əməliyyatınız yadınızdadırmı? Bax, hansı oldu Əliyarla belə çiyin-çiyinə ilk əməliyyatınız və yaxud onun rəhbərliyi elədiyi? Öyle söhbət deyəndə nə yadınıza düşür ilk əməliyyat? 88-89-cu illərdə Qubadlıda hansı ki o sağlam təbəqələr hamısı rəhmətli Əliyar müəllimin ətrafına birləşib və rayonun kətlərini müdafiə başlayırlar. Burada əsasən bilirsiniz ki, Kafan Gorus istiqamətində Daşnaqların əsas mənbəyi, yuvası Gorusda yerləşir. Daşnaq partiyasının. Orada da onların Daşnaqların özünün taburları da var idi, Daşnaqların özünün təxribat dəstələri də var idi, Daşnaqların orada sizə deyim ki, cürbəcür əməliyyat hazırlası dəstələri var idi. Məsələn deyim ki, Kafan Gorus trasında gedən zaman bizim orada Cibihli kəndi, Əyin kəndi, Yuxarı Cibihli bu kəndlər vardı. Bu kəndlərin cəmaatına, demək olar ki, elə məsələ deyim ki, həmin vaxtlarda Novlu kəndinin kolxoz sədri və onun sürücüsünü Erməni Daşnaq partiyasının hansı ki o dəstələri onları öz maşınlarında getdiyi yerdə Davudlu kəndi ətrafında şəhid eləmişdilər. Həmin dəstəni busquya salıb məhv elədi. Uşaqlar gəlin, yavaş olun, yalla. Yuxarıda atamıyorlar, sağda. Əliyar müəllim Azərbaycanın pəhlivanı idi. SSR idman ustasıydı. Əliyar müəllim indi Azərbaycan əməkdar məşqçisidir. Onun bu cürünə, onun dünya çempionu, yaxınlarda Olimpiya ikincisi dərəcəsində olan onun tələbələri yetişib. Onda belə bir xüsusiyyət, belə bir xasiyyət var idi.
Döyüşə aparanda da birinci növbədə öz istəklisi, öz qohum ənqələsi zaten aparardı. Hətta belə yaddadır, sadəcə şəhət də vermişlər ki, döyüşə gedəndə özünküləri aparır, biz aparmır Yusuf. Bəli. Xalqda olan ruha bax. Hə ki, Bəli. yəni qohumbazlıq eləyir, belə eləyir. Mən bir-iki dəfə hələ onda hərbiyə getməmişdim, elə belə getmişdim yoxlamam. Bax, Zeybiyə gedəndə. Zeybiyə gedəndə. Maşınla oxuya gedirlər. Döyüşə gedilər ha, oxuya. Hə, avdum. Oxuya gedirdilər, orada düşdülər, məni dayı qoymadılar. Biz hamımız hərbidə olmuşuq. Hamımız da hərbidə. Qovaq-rəbə də. Bacısının oğludur. Balaca bacımın yoldaşı 7 dənə güllə müsaad edib. Onu elə bildim, meyit. Bəli. O Leningradda yaşayır. Bura gelmiş, Sotuka gelmiş. Dedim, Leningradda ne işin var? Əllər dedi. Hə. Bu da vətən eldən gedir, torpaq eldən gedir. Namus, qiriyyət, o yan, bu yan. Sizin Leningradda ne işiniz var? Və hərbiyə. Getməlisiniz, torpaq olmasınız. Bugünkü gündə sən öz vətənin, torpağını, ondan sonra xalqın, namusu qiriyyəti çəkməyəndən sonra, burada vuruşmayandan sonra bu... Nəyə lazımsan? Nəyə lazımsan? Niyə olmalısan sən Leningradda? Orada yaşayır da, orada yaşayır, orada işləyir. Sadəcə olaraq belə zada gəlmişdi, məzuniyyətə gəlmişdi, dincəlməyə gəlmişdi. Yəni oradakı 7 güllə aldı. Qarası olur. Ölü bildilər onu. Meyitlərin içindən gecə ilə sürünüb, özü salmışdı çaya. Çay vasitəsilə gəlmişdi. Askət olmuşdu onu. Bu qızartı istiqamətində Laçının qızartı dağı deyilən yerdə bu Səfiyan, Fərəzan istiqamətində olmuşdu. O vaxtı Zəngilanın da bir hissəsi getmişdi. Bir neçə kəndləri getmişdi. Laçın da çıxmışdı. Deyirdi ki, biz burada ortada dayana bilmərik. Sağımız da, solumuz da boşdur. Belə ki, müdafiə yoxdur da. O vaxtı biz saxlaya bilmərik. Lazımdır, Laçını da qaytaraq, Zəngilanı da. O məqsədlə də oktyabr ayında öz batalyonundan bir neçə uşaq, bir neçə əskər götürüb, demək Laçını azad eləmək məsələyini getirir. Sadiq, demək olar ki, sən həmişə Əliyar Əliyevin yanında olubsan. Onun həm köməkçisi olmusan, həm onun dostu olmusan, həm onun tələbəsi olmusan, həm əskəri olmusan. Bu Ballıda idman zalında məşq etdiyimiz yerdə birdən məşq qutarandan sonra rəhmətli Əliyar müəllim uşaqların hamısını düzdü. Dedi, uşaqlar, bu gündən sonra bu bizim axırıncı məşqimizdir. Biz bu gündən zalı bağlayırıq. Burada olan uşaqların hamısı özünü müdafiə batalyonu yaranır. Hamımız həmin batalyonun tərkibinə keçirik. İndiyə qədər idman sahəsində biz dövlətimizin, respublikamızın qorumuşuq, onun bayrağını qaldırmağa çalışmışıq. İndi isə bizim dövlətimizin sərhədləri, torpaqlarımız çətin vəziyyətdədir. Biz artıq burada görsənməliyik. Orada döyüş keçsin, erməni gəlsin bizim ana bacılarımızı şəhid eləsin. Biz burada oturuq zalda məşq eləmək. Bu düzgün şey deyil. Həmin gündən zal bağlandı. Biz hamılıqsan bir yerdə özünü müdafiə batalyonu yaranmasında yaxından iştirak edirik. Ondan sonra batalyon yarandı. Əliyar müəllimdən demək olar ki, mən dedim ki, bu şəhid olmamışdan, şəhid olmamışdan bir gün qabaq, demək, sentyabrın 1-i, bir əməliyyatı, sentyabrın 1-i bizə xəbər gəldi ki, 93-cü ildə mi? 92-ci il bizə xəbər gəldi ki, Camal İmamquliyevin batalyonu mühasirədədir. Mənə radio əlaqə ilə Əliyar müəllim çıxdı ki, Sadiq, oradakı olan ehtiyat olan qüvvələrin hamısını götürürsən, mən səni Güləbird istiqamətində gözləyirəm, həmin ehtiyat qüvvələrilə Camalın batalyonu mühasirədədir, biz onu köməklik eləmək. Orada gözləsinlər, biz hazır olanda deyəcəyik, orada gözləsinlər, hazır olanda biz deyəcəyik. Necə başa düşdün ya bu? Belə cancağlar uşaqları olan bir ordu, bir xalq, mən belə başa düşürəm ki, heç vaxt basılmaz.
Azərbaycan batalyonu da mühasirə vəziyyətindən qurtarıldı. Həmin vaxtı demək olar ki, bizdə ermənilərlə sırf təmas vəziyyətdə bizim bir bölük komandirimiz var idi, Samir adında. İndi bir dəqiqə Şəhidlər Xiyabanındadır həmin bölük komandirinin qəbri, məzarı. Demək, bu ilə üzbəz durduğumuz yerdə ermənilərdən o vaxtı bir Tureski tüfəng deyirdilər, bir snayper tüfəngi əldə olunmuşdu. Rəhmətli Əliyar müəllim snayperlə düşməni hədəf almışdı. Bizə çatdırdı ki, tərpənməyin, başınızı qaldırmayın. Deməsə, erməni snayperlə mən ona, elə həmin Samirin üzvə gidir, onun ağzından snayperlə vurdu. Etimam tabii. Böyle komandirin ağzından vurdu. Bu rəhmətliyə çox pis təsir elədi. Çox pis təsir elədi. Dedi ki, sabah tezdən bu yerdən biz bunların üzərinə hücuma keçəcəyik. Bir voqa verirsən, hamı qalxır ayağa, sərhəddi keçən kimi vurursunuz. Necə başa düşdün ya bu? Axşam qayıtdıq, gəldik batalyona. Batalyonda qüvvələri topladıq. Gecə mən dedim gedək evə gedək. Dedi ki, yox, gedək bu gecə bizdə qalaq. Dedim, yox, mən də gedim evə. Dedi, yox, gedək bu gecə bizə. Gəldik. Rüzgar da həmin vaxtı Bakıdan gəlmişdi, evdə idi. Gecə gəldik evə, nəsə biraz söhbət elədik. Rüzgar da buna dedi ki, hadi gedin yatın da, bu uşağı nə incidirsən, qoy bu da bir balaca dincəlsin. Obşim, gecə yatdıq, səhər tezdən durduq, xəlbət gedəndə rəhmətli Əliyar müəllim anası çıxdı. Bizə biraz belə ləpəzat belə verdi. Dedi ki, bunu götürün, tökün cibinizə, yolda yeyək. Orada da mənə dedi ki, Əliyar, bu uşağı da hara gedirsən, bu uşağı da özünlə ora, bura, bu uşağı da sən özünlə aparırsan. Ehtiyatlı ol, bundan müğayət ol. Belə, nəsə gedəndə elə oldu ki, bizim o ləpə də yaddan çıxdı, qaldı. Bir də arxadan qışqırış, bunu niyə payınızı qoydunuz burada, niyə payınızı qoydunuz? Dedi, şey yoxdur, ana, qaydarıq, qaydanda yiyər. Biz getdik, topladıq düz Fərəzan istiqamətində. Demək, Şəmistan müəllim, erməni səngərı durub, bizlə elə bil ki, 20 metr, 30 metr qabaqda, biz də durmuşuq öz səngərimizdə. Bu bölük komandirinin vurulması doğrudan da rəhmətli çox təsirli. Bu, rəhmətli Əliyar müəllim yerindən, səngərdən qalxdı, erməni durub bizdən üzbəydi. Ermənilərin snayper tüfəngi də eləşdiyiz ki, deyirəm də, bölük komandirin ağzından vurdu. Qalxdı ayağa, buşlat vardı, yəni səhər idi, biraz soyuq. Buşlatı belə çıxartdı əynindən, olan şeyini. Çıxartdı əynindən, dedi ki, çıxartdı əynindən, götürdü plamyotu düz erməninin üstünə. Mən bunun arxasından uşaq bizimdə demək, ermənilər bunu görəndə silah əlində, bax elə bir şey, əsli əlində, silah atdı, qaçırlar. Elə qaçırlar, postun biri atdı silahın qaçdı. Orada minamyotları, bir dənə BMP-2 texnikası vardı, piyada döyüş maşını, onu qoydu oraya. İkinci post qaçdı, üçüncü post qaçdı. Ermənilər qayğı istiqamətində, Laçına tərəf istiqamətində. Ermənilər atıb silahları nə tərəf qaçdı? Bunların postları başladı bir-bir boşalmağa. Bir post, iki post, üç post. Durdu. Yox da indi bu şəxsi liderlik var da. İndi Əliyar müəllim gedən yerdə uşaqlar heç vaxt ölüm gözünə gəlmədi. O hara getsə hamı başını qoyardı. Bu durub düşmənin üzərinə belə hücumla getməyinə bütün uşaqlar bunun arxasınca ermənilərin postu boşaldı. Bir neçə postlar boşaldı. Bir yüksək yer var idi. Fərəcanla qayğı arasında bir yüksək təpə vardı. Görün ki, bu o qədər sevinir. Bunda bir sevincisi var. Oturdu, onun elə bir öz-özü zümzümə eləməyi də var. Onu da saldı mənim boynuma, sıxdı məni belə özünə. Dedi, hadi, görürsən nətə tülkü kimi qaçırlar burada. Tülkü kimi görsən nətə qaçırlar burada. Orada bir balaca zümzüm elədi, nəsə belə, ay duman gəl kes, nəsə belə budağdan aşıq şeylə, beləsinə. Bunun belə bir şey vardı. Uşaqlar gəldi, ermənilərin postları başladı, bir-bir boşaldı. Əməliyyatları hazırlananda bir əməliyyatı 100 dəfələrlə ölçüb bitirik. Mümkündürmü, mümkün deyilmi, getmək olarmı, olmazmı? Bunun hamısını bir neçə dəfə götür-qoy eləyirik. Tam əmin olandan sonra ki, bu əməliyyat uğurlu olacaq, uğurla başa çıxacaq. Ondan sonra əməliyyatın keçirilməsinə icazə veririk. Biz idmançılar da hamımız söz vermişik əvvəldən ki, bizim öz ustadımız, öz müəllimimiz, Əliyar müəllimi bütün
əməliyyatlarına, bütün işlərinə canla başına yerinə yetirəcəyik, əməl edəcəyik. Öl deyən yerə ölməliyik, qal deyən yerə qalmalıyıq. Qoda kəpəzlərə cavab ver. Müəllim uşaqların hamısını düzdü. Dedi uşaqlar, bugündən sonra bu bizim axırıncı məşqimizdir. Biz bugündən zalı bağlayırıq. Burada olan uşaqların hamısı özünü müdafiə batalyonu yaranır. Hamısı həmin batalyonun tərkibinə keçir. Biz döyüşçümüzün hücumuna erməninin 4-5 postu tab gətirə bilmədi. O postları qoyub qaçmağa məcbur oldular. Mənim oraya indi göndərdiyimiz təhlükəsiz çarpışmış pozisiya. Əməliyyat uğurlu alındı. Ermənilər çaşbaş düşdülər, daha doğrusu kəndi qoydular, diri qaçdılar həmin vaxtda. Həmin əməliyyat 3 gün dalbadal oldu. Sən müşahidə edirsən, hazır olsun. Sən müşahidə edirsən, hazır olsun. Elə danışırdılar ki, hətta özlərinin ölümünə razı idilər danışırdılar. Yol 5 sağa bir mərmin. Vətənə sevgi o qədər güclü oldu. Düşmənə nifrət də o qədər. Həddindən artıq. Oktyabrın 2-nü 1992-ci ili necə xatırlayırsan? O günü heç xatırlamaq istəmirəm. Mən onları hara geçdim gördüm. Demək istəyirəm oranmış. Sizə örnəkdir, gənc əsgərlərimiz, bu günləri əli tətikdə, ayağı səngərdə olan əsgərlərimiz. Bu sizə bir ürəkdir, dirəkdir ki, yəni bir döyüşçümüzün hücumuna erməninin 4-5 postu tab gətirə bilmədi. O postları qoyub, Əliyar demiş, türk kimi qaçmağa məcbur oldular. Ermənilər Laçın istiqamətinə demək olar ki, hər gün, hər saatda, hər dəqiqələrdə hücumlar, top atəşləri, artilleriya. Bunu onları yayındırmaqdan ötürü, biz qüvvələri tarazlaşdırmaqdan ötürü Şirnuxu istiqamətində əməliyyata başladıq ki, ermənilər haradasa fikrini cəmləşdirək başqa bir istiqamətə. Həmin vaxtı minomyotları götürmüşük, almışıq çeynimizə, elə deyib, yəni qayda qanun da bu olub ki, eyni vaxtda müxtəlif istiqamətlərdən elə bir atəş açılmalıdır, eyni vaxtda, eyni dəqiqədə. Yəni, ermənilərin özü həmin vaxtda çaşbaş qaldılar ki, bu nədir? Hər istiqamətdən atəş gəlir, eyni vaxtda özdə. Onlar pərən-pərən qalmışdılar. Bir yerdə saat 12-də əməliyyat başlamalıydı. Biz əməliyyat yerinə, əməliyyatı başladığımız yerə saat 12-yə 10 dəqiqə qalmış, biz artıq çatmalıydıq həmin yerə. Meşə ilə gedirik. Meşə də ki, bizim ərazilərdə, yəni Qubadlının meşə ərazisi dağ meşəsi idi. Orada hündürlüklər var, yenişlər var. Onları ağır silahlarla, mərmilərlə, sonra min atanı öz qucağımızda, öz kürəyimizdə apardıq. Nəysə, sözüm ona gəlmir. Gedib çatmış həmin yerə. Saat 12-yə artıq bir dəqiqə qalmış. Biz başladıq atəşə. Deməli, Qurban müəllim topçuları ilə, biz min atanlarla, kəşfiyyat qrupu özünün atıcı silahları ilə həmin vaxtda bir neçə dənə Niva vurdıq, sonra erməninin tankını vurduk orada, elə Şirnuxu yolunun üstündə. Əməliyyat uğurlu alındı, ermənilər də belə, nə tər deyim, ermənilər çaşbaş düşdülər, daha doğrusu kəndi qoydular, diri qaçdılar həmin vaxtda. Həmin əməliyyat 3 gün dalbadal oldu. Onlar belə qaldılar belə, kəndin hamısı bombalan boş-boşaldı.
Bizim qüvvələr daha arxayın Seytas postuna normal vəziyyətdə yerləşdi. Orada bərkidi və bir neçə müddət də orada hələ öz müdafiəmizi də orada qurduq. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Getdik, gecəsi bir dənə blindajda qalmalı olduq belə. Uşaqlar da çöldə bax belə ocaq qalıbdılar, ocağın böyründədirlər. Sabahki hücuma hazırlaşıq. Neyse girdik, erməninin bir dənə qazması vardı. Girdik içəridə karavatda uzananda mən yuxarıda uzanmışdım, bu da aşağıda belə 2 mərtəbəli karavatları vardı. Dedi Sadiq dedi, buradan erməni gəlir. Bunların iyindən də zəhləm gedirdi ermənim. Buradan erməni gəlir. Çıxaq söylə. Çıxdıq belə ocağın böyründə bir buşlat atdıq yerə, neysə belə uzandı. Dedi gəl bura, kürəyini çevir bəri, soyuqlar. Kürəyini çevir bəri, mən kürəyimi belə aldı belə qucağına, başını da qoy qolumun üstünə. Başını da qoydu qolumun üstünə, biraz da belə vurdu, dedi dincəl biraz, dincəl dedi. Mən nə qədər ki varam, sən narahat. Sabah da mənim, ayın ikisidir mənim ad günüm. Biz də baxdı dedi, qorxma, sabahları sənin ad gününü Tursuda keçirəcəyik. Tursuda sabahlar sənin ad gününü keçirəcəyik. Oradan da uşaqlara zarafatla dedi ki, oradan radiostansiyona çıxın, batalyona, Teymura deyin, bizim Teymur döyüşçü yoldaşımız vardı. Teymura deyin, yeməkli, içməkli, bir kanistirdə o başı bağlı, o bir dənə kanistir götürsünlər Tursuya. Tursuya gəlsinlər, biz satacağıq orada, Sadiqin ad gününü Tursuda keçəcəyik. Nəysə, sabahsı günü artıq biz gedirik, erməni qayğı qəsəbəsindən keçibdir. Ondan sonra tikanlı zəmini keçirik, Fətəli bəyə doğru hərəkət edirik. Fətəli bəy istiqamətdir. Sizə deyim ki, erməni nəyi var atıb gedir. Siz neçə nəfər edirsiniz? Təxminən. 50-yə yaxın. 50-yə yaxın. 50-yə yaxın bir bölük məbləğində qüvvə ilə. Bir bölük məbləğində qüvvə ilə gedirik. Özdə bizdə belə bir şeydir. Bizdə batalyon yaranandan nizam-intizam həddindən artıq çox güclü olur. Hərbi nəyi deyirdisə, nizam-intizam nəyi tələb edirdisə, o işlər tələb olunur. Gedirdik, Boğaz gəlirdi arxamızdan, biz qabaqda yolla rəhmətlə gedirdik. Bizə xəbər gəldi ki, radiostansiya ilə Şurunbaşı istiqamətində, orada Şurunbaşı, Fətəli və Yüksəkli istiqaməti var. Laçına belə yolda gedib dönürsən artıq Laçına. Laçına biz görürük Laçını. Kəlbəzər istiqamətindən, o Sarıbaba dağı istiqamətində top səsini eşidirik. Biz onlarla, bizim radyo əlaqəmiz verilib ki, biz Laçına yaxınlaşanda onlarla radyo əlaqəyə giririk. Zabuqdan gələn koridor artıq bağlanıbdır. Həmin koridoru ermənilərin özündən götürdüyümüz zenit silahı ilə, ondan sonra toplarla həmin koridoru biz artıq çəkilişdə də var, olmalıdır çəkilişdə. Həmin koridoru erməni Gorustan, Laçın, Şuşa istiqamətinə gedən yolu artıq bağlanıbdır. Mənim fəxr ediyim, şərəfləndiriyim, mən arzu edərdim ki, Azərbaycanın milli ordusunda bu cür olanların sayı da artıq olsun. Onda bütün Azərbaycan xalqı arxayın olar ki, keşikçiləri torpağın keşində dayanan etibarlı oğlanlardır və onlara hər cürə etimad göstərmək olar, hər cürə etibar eləmək olar. Dedim, rəhmətli Əliyar müəllim öz maşınında durub, belə xəritədə baxırdı, biz harada müdafiəni qurmalıyıq, müdafiə istiqaməti harada yerləşməlidir. Mənə dedi ki, tapşırıq verir ki, Sadiq, uşaqlar bu istiqamətlərdə müdafiəni bərkisinlər, biz bu istiqamətdə bu günləri müdafiəni qurmalıyıq. Sabah təzədəndən hər hansı bir komanda, hər hansı bir komanda yenə hücuma keçməlidir. Belə deyananda, məsələn ki, rəhmətli çox, Laçına belə görməyə çox çalışırdı ki, artıq adamı hamı istəyir, bütün şəxsiyyət istəyir ki, hamı doluşsun Laçına, hamısı tökülür Laçına, bağlasınlar bir dəfəli. Şuşa Laçın yolunu bir dəfəli bağlasınlar. Bu da deməklə ki, çatırıq da, az məsafə qalır.
bizə dedi ki, Şurunbaşı yüksəkliyində müdafiələr tutulsun. Rəhmətli Əliyar müəllim xəritədə baxdı və öz maşını ilə hərəkət elədi. Hərəkət eləyəndə mən dedim, yəqin çox susamışdıq həddən artıq. Döyüşdən bir bazda çox susuzluq var idi. Biz baxmışdıq, orada bulaq var. Dedim, bəlkə ola bilsin ki, bulaqdan su içmək üçün bu bulaq istiqamətində gedir. Mənə əli ilə göstərdi ki, tapşırıqlarını verir ki, bura müdafiəni tutursunuz. Əli ilə göstərdi ki, mən də buradayım. Nəysə, mən o ağzın arxasınca hərəkət elədim. Burada Fətəli bəyin üstündə bir dənə yüksəklik var idi. Həmin yüksəklikdə Laçına artıq tam nəzarət altında idi demək olar ki. Rəhmətli həmin yüksəklik istiqam. Mən gördüm ki, o yüksəkliyə doğru hərəkət eləyir. Biz də qüvvə ilə bunun arxasından hərəkət eləyirdik. Biz ondan hardasa 100-200 metr artıq aralaşmışdıq. Gördük ki, həmin o yuxarı yüksəklikdə orada atışma, döyüş, orada döyüş başladı. Atışma başladı. Bizim yanımızda olan bir-iki əskəri də vurdular, yaraladı. Həmin əskərlərdən biri şəhid oldu, biri yaralandı. Artıq döyüş o istiqamətdə gedəndə biz həmin o yüksəkliyə çatana kimi, o yüksəkliyə yetirənə kimi biz artıq mən ora çatanda öz sürücüsü ilə şəhid olmuşdur. Əliyev Əliyar Yusifoğlu 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qaziyan kəndində doğulub. 1957-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1979-cu ildə institut fərqlənmə diplomu ilə bitirib, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. 1980-ci ildə hərbi xidmətə gedib. 1982-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləyib. 1983-cü ildə yenidən doğma yurda qayıdan Əliyar Əliyev bir müddət rayon orta məktəbində müəllim işləyib, Məhsul Kənd Könüllü İdman Cəmiyyətində məşqçi olub və İdman Cəmiyyətinin rayon şurasının sədri seçilib. Əliyar Əliyev Ermənistanın Azərbaycana təcavüzü zamanı cəbhəyə könüllü gedib. Ermənilərin Topağac yüksəkliyinə hücumunun dəf edilməsində iştirak edib. 1992-ci il oktyabrın 3-də Şurunbaşı yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Qubadlı rayonunun Qaziyan kəndində dəfn edilib. Ailəli idi, 3 övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 sayılı fərmanı ilə Əliyev Əliyar Yusifoğlu ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Qubadlı rayonunda abidəsi qoyulub, yaratdığı Tabır və Bakı şəhərində küçələrdən biri milli qəhrəmanın adını daşıyır. Üzeyirli istiqamətində də səhər saat 8-də başlayan əməliyyat axşam saat 9-a qədər çəkdi. Həmin vaxtda düzdür, şəhidlərimiz də oldu bizim. Demək olar hərbiçilərdən ilk şəhidlərimiz idi, Əbülfəz idi, rəhmətli İrşad idi. İrşadın özü o vaxtı Çexoslovakiyada yaşayırdı. O da elə müharibə ilə əlaqədar öz vətəninin, öz torpağının, Qubadlının müharibə vəziyyətində olduğuna görə o Çexoslovakiyadan gəlmişdi. Atan qəhrəman bir döyüşçü olub, yaxşı bir kişinin olursan. Cəmiyyətdə, məsələn, orta məktəbdə, özünə bir münasibətdə fərqli hiss eləyirdinmi digərlərindən? Onun ilə həmişə fəxr eləmişəm. Elə o hisslərdir ki, bugünkü gün özüm də hərbidəyəm. Bizim hərbi hissənin komandiri də bu vaxtdan da papamın tələbəsi olubdu. Hətta onun söhbətlərimiz olur və göstərən deyir, o vaxtı biz uşaq idik, müharibə gedəndə rayonunda biz uşaq idik, deyir elə 5-6 nəfər dədən tutdu qulağımızdan gətirdi bizi o vaxtda bura. Hərbi məktəbə qoydu ki, oxuyun, insan olun, adam olun. Bunun üçün bu qutaran idmançıların hamısını hərbi məktəbə göndərir ki, siz gedib gələcəyin zabiti olmalısınız. Gələcəyin zabiti siz lazım. İndi onlar hamısı polkovnikdirlər, maşallah.
Şuşada yeganə adamam ki, infarktda durmuşum, döyüşə getmişim. 5 ay infarkt keçirəndən sonra buradakı dedim həyəcanım. Deyirdim ki, olsam yaxşıdır. Şəhid olandan sonra getdim, aldatdım. Aldatdım həkimləri ki, sağlam qaldım. Buradakı həkimim, kardioloq. Ki, mən o adamı, kimi ona sağlamlıq şahidi verirsə, onu mən cinayət verəcəyim, məhkəməyə verəcəyim. Deyirəm, xəstə adam nə? Amma mənə inanmışlar, həkimlərə demişdim ki, sağlam. Hiçbir şey yox. Sən tabur komandirinin müavini idin. O ardından da hərbiyə. Bizim şey, həm burada olan, az çox, yəni həyəcanı azaltmaq məqsəd idi. Nəinki başı, bəli. Kim idi onda Əliyardan sonra komandir? Əliyardan sonra Sadiq idi. Əliyar ölən vaxtı mən oradaydım. Bu Qızıldaş istiqamətində onlar bir şey alazan silahı yerləşdirmişlər. Bu rayona çox zərər vuruldu, çox zərbə vuruldu. Bir dəfə, iki dəfə, üç dəfə etibarlı uşaqlardan 5-6 nəfər seçirsən, axşam işimiz olur. Bir neçə uşaqlarla gəldik Novlu kəndə. Novlu kəndindən həmin 5-6 uşağına dedi ki, bizim bir işimiz var, balaca işimiz var. Siz burada gözləyin, biz səhərə yaxın qaydacağıq. Dedim ki, hara gedirik? Dedi, bu alazan silahı artıq yığıb bizi boğazır. Bu haradadırsa, o silahı o maşında biz məhv eləməliyik, partlat dağıtmalıyıq. Yendik, gecəni adladıq, getdik, gözlədik, həmin silahdan atan vaxtı biz artıq bunun yerini müəyyənləşdik haradadır. Bunun da müdafiəsi çox güclüydü. Ermənilər də müdafiəsi belə bədii film mövzuları. Müdafiəsi bunun güclüydü. Biz yaxınlaşdıq artıq sürünə artıq bunun mühafizəsini gördük ki, 3 dənə Ural maşının üstündə, yox, rəhmətlikdir. Mənəm 4-5 nəfər də artıq bizim öz idmançı uşaqlarımızdan, etibarlı uşaqlardan bizim yanımızdadır. Bilirik ki, bu gedən deyir ki, bilir ki, həmin yerdə hər hansı bir hadisə olarsa, heç kim orada qalmayacaqdır, orada götürüləcək. Getdik, yaxınlaşdıq, uşaqlar dedi ki, rəhmətli həmin uşaqlar dedi ki, siz Sadiq ilə məni atəşlə müdafiə edirsiniz, biz sürünə gedəcəyik. Şimdi götürdü, rəhmətli özü ilə qrantamyot silahını, arxasında qrantamyotu, məndə də plamyotdur, efadin qranatlardır. Sürünə, nəsə dağlarda oturub belə ocaq saat qalıb çayızlar içirlər artıq. Orada da 3 dənə Ural maşının üstündə bu alazan silahlarını yerləşdiriblər, rayona zərbə vururlar. Şimdi yaxınlaşdıq, oturduq işte qrantamyotla, bir dənə qrantamyotla maşının biri partlayan kimi bu dağlar qatışdı bir-birinə. Bu dağlar bir-birinə qatışanda aydındır ki, bunu silahla da, avtomatla da bunlar məhv olundu. İkinci maşında, üçüncü maşında darmadağın edildi. Biz də gördük ki, indi bu uşaqlar gördü ki, burada güllə, atışma, arxada. Başka bunu məhv elədik bunların, onların mühafizəsində orada məhv olundu. Ondan sonra hərrəndi gəldik. Demək olar ki, rayon artıq alazan silahı ilə artıq hesab vuruldu. Azad oldu. Bunun belə gözlənilmədən, cəsarətli, həmişə belə gedəndə silah çiynini atırdı, düz gedirdi qabaq, değil mi? Deyirdim ki, Əliyar müəllim, belə də ehtiyatsız getmək olmaz, ebədir. Deyirdi ki, bu erməniləri heç şey saymırdı. Heç bir şey saymırdı. Mən sizə deyim, mən deyirəm, bu gözəl pəhlivanı daxı, Voronejdə bir dəfə biz beynəlxalq turnirə getmişik və orada bunlar bildilər ki, rəhmətlik Əliyar müəllim pəhlivandır, Voronej sirkində bunun pəhlivanlıq çıxışlarını təşkil elədilər. Bunun böyük çıxışı oldu Voronejin sirkində. Sirkin axırında haradasa 1 saatlıq vaxt ayırdılar, bunun şəkillər də, bunun çıxışları oldu. Maşın bunun üstündən keçmək, 2 dənə maşını qolları ilə belə tutub saxlamaq, gətirib sirkin içinə maşın saldılar. Ondan sonra nə bilim orada erməni komandalarından da var idi, nifrət edirdi da bu millətə, bunda nifrət böyük. Bu 150 mismarı tutdu beləlində, mismarı vurdu, belə eşdi mismarı belə, getdi verdi erməninin məşqçisinə, müəlliminə, belə baxdı belə. Belə baxdı ki, bu nətər ola bilər? Bu necə ola bilər? Ondan sonra sabahları gəldi ki, hələ dedi, biz indi düşmarıq, amma biz idmançıyıq deyil. Biz nə? Bu neçənci ildə olub bu hadisə? Bu hadisə olubdu 88-ci ilin əvvəllərində. Qoda kəbəbinə cavab ver. Əliyar müəllim uşaqların hamısını düzdü. Dedi, uşaqlar, bugündən sonra bu bizim axırıncı məşqimizdir. Biz bugündən zalı bağlayırıq. Burada olan uşaqların hamısı
özünü müdafiə batalyonu yaranır. Hamımız həmin batalyonun tərkibinə keçir. Biz döyüşçümüzün hücumuna erməninin 4-5 postu tab gətirə bilmədi. O postları qoyub qaçmağa məcbur oldular. Benim oraya indi gönderdiğimiz tercih çarpışmış vaziyetiyle. Əməliyyat uğurlu alındı. Ermənilər çaşbaş düşdülər, daha doğrusu kəndi qoydular, diri qaçdılar həmin vaxtda. Həmin əməliyyat 3 gün dalbadal oldu. Sen müşahede etsinler hazır olsun. Sen müşahede etsinler hazır olsun. Belə danışırdılar ki, hətta özlərinin ölümünə razı idilər danışırdılar. 15 sıra bir mermi. Vətənə sevgi o qədər güclü oldu. Düşmana nifrət də o qədər. Həddindən artıq. Oktyabrın 2-nü 1992-ci ili necə xatırlayırsan? O günü heç xatırlamaq istəmirəm. Ben onları arada geçtiğini gördüm. Dünden isteyle moralmış. Sözü qəhrəmanımızın övladı Eminə verək. Emin, neçə yaşın vardı atan şəhid olanda? 12, 6-cı sinifdə oxuyurdum. 4 yaşım vardı, mən özümdən məşqə aparırdı. Hər gün səhər tezdən dururduq. Samir idi, bibim oğlu idi, zabit idi, mən idim, bibim uşaqlar da onlar. Hər gün səhər tezdən bizim evin əhatəsi hardasa bir 2 kilometr, bəlkə də hələm çox olardı. Oranı hər gün başlayırdı, qaçırılırdı. Amma yəni elə bir adam idi ki, mən indi balacaydım, bibim uşaqlarından balacaydım. Dərədə zətdə belə yıxılırdım, edirdim, dayanırdım, gizlənirdim ki, bunlar bir qrup vursunlar, ikinci qrup təzdən qoşunun bunlara gəlin. Yəni onun hamısını hiss edirdi, hamısını tuturdu. Hətta Dundarlıda yarış keçirildi. Mən onda birinci sinifə gedirdim. Mən orada birinci yerə çıxdım. Gəldi belə əlindən qulağımın dibinə belə yavaşına bir şapalaq da belə ki, elə bir ərkiyanədə belənçə bir şey ki, sağ ol, sən də nəsə eləyə bilərmişsən. Bəlkə də Sadiq əmin yadında olar, Akışın adında uşaq gəlmişdi bizim zala. Bu təzə məşq eləyir, mən çoxdan məşq eləyirəm. Hər həftənin 5-ci günü bizdə sıvatka olurdu, yarış kimi para-para çəki ilə bölünürdük, güləşirdik yəni. Deməli, onda bu Akışının atası da gəlmişdi, indi bu uşağını baxmaq üçün vaxtına. İndi gəlib də hə belənsinə, bu atamla böyle dayanıblar, söhbət edirlər. İndi elə bir momentə düşüb ki, bu Akışından mən ikimiz çıxmışıq, güləşirik, yəni sıvatkada güləşirik, yarış kimi. Bu təzə gəlib deyənə mən elə biraz indi bundan yavaş, sıvatkada yavaş işləyirəm. Birdən bu mənə birdən qoldan bir çıqa fırlatdı. Mən düşdüm, qalxmışam mosta, indi çalışıram, burada çalışır ki, mən çiynlərini vursun yerə. Mən çalışıram, çıxam, gözümün biri atamla da beləsinə baxıram, diyorum, onun da Sadiq əmin rüzgərəm daha yaxşı bilər, beləsinə interesli bir gülüşü var idi beləsinə. Yəni nə gülüşünü insana bildirməzdi, nə kədərini insana bildirməzdi. Bu beləsinə interesli, attan beləsinə, bu da mənə təsir eləyir ki, nəsə bitər, çıxdım, most vəziyyətində bitər, çıxdım. Sonra bizim də var ki, Fafam tələbələrindən əksəriyyətin Karol Priyovu Brasok olubdu. Girdim buna Brasok atanda, bu Akışın əlini göydü, açdı, qaldı əli altımızda, qol qırıldı. Bir dəfə onu da mənə möhkəm vurub ki, bəs bu sənin tayində mi? Şapalaq nəfər açıldısa, buradan düşdüm o tərəfə. Yəni, belə şeyləri var idi. Başqa, valla, mən döyüş yolundan heç nə deyə bilmərəm. Episodlardan baxırıq, Adi Dəmirçilər kəndində Azad var idi. O da elə papam tələbəsi olubdu, güləşçi olubdu, bir yerdə məşq eləmişik. Düzdür, məndən yaşda böyükdür. O bir episod danışır, deyir, döyüşə girmişdik. Əgər mənim hamımızın üstünə qışqırdı ki, əylin,
Sadiq əmin sözünə qüvvət. Əyilin deyir, hamımız əyilmiş aşağı. Birdən deyir, bu Azad da bölük komandirdir. Deyir, bir də mən başımı belə qaldırdım, yuxarı baxdım ki, Əliyar mənim deyir, quru bir ağac kimi, ağaca söykənib beləsinə. Atır, nə əyilməyib, nə deyir, atışma gedir, güclü atışma gedir. Bu adam ayaq üstə, deyir, bizim hamımız deyir, ondan sonra biz qalxdıq, Əliyar mən başlamaqla hücum. Deyir, biz elə bilirdik ki, nə qədər ki, o qabaqdadır, onun sinəsi o qədər böyükdür ki, arxada olan bizim heç birimizə güllə dəyə bilməz. Oktyabrın 3-ünü 1993-cü il necə xatırlayırsan? O günü heç xatırlamaq istəmirəm. Bu adamda elə bir qorxu hissi yoxdur. Vətənə sevgi o qədər güclü olur. Düşmana nifrət də o qədər. Həddindən artıq. O vaxt bizim Müdafiə Nazirinin bir əməkdaşı getmişdi. Gəldi mənə dedi ki, bəs Əliyar Əliyev çox xahiş elədi məndən ki, Şəmsistana denən ki, gəlsin bura, onun ürəyim yaman istəyir. Yəni ekranda görmüşdüm. Sentyabrın 30-u, oktyabrın 1-ində. O ərəfələrdə mən o yanındaydım. Toplantı oldu, o toplantıda iştirak elədik. Oradan qayıtdıq, gəldi taburumuzun nümayəndələrinin yanına. Həmin ərəfələrdə indi məni bilmir ki, necə yanından aralaşdıra da bu vəziyyətlə əlaqədar. Mənə dedi ki, mən onda həmin dövrdə bölük komandiri idim. Novlu istiqamətində onda mənim bölüyüm oradaydı. Amma baxmayaraq ki, mən gəlmişdim ona kömək eləməyə. Hardasa silah-sursat da gətirdim, əskər də gətirdim. Yəni, onların hamısı təlim keçmiş əskərlərdən ibarət idi. Snayperçi, pulemyotçu, atıcı, granatmetçi bunları gətirdim, hamısını təhvil verdim. Dedim ki, bax, bu əskərlər sənin sərəncamındadır. Bir gün onun yanında qaldım, sabahsı gün mənə deyir ki, biz burada ermənilərin başını qata bilərik. Ermənilər bizim başımızı sonra qatar. Bu istiqamətdən yox, sən tərəfdən hücuma keçə bilərlər. Dedim, o nə demək ki? Dedi ki, mən aldığım məlumata görə, amma yalandan dedi bunu, ki, məni oradan uzaqlaşdırsın. Mən aldığım məlumata görə ermənilər Novlu Seyta istiqamətində hücuma keçəcəklər. Orada da bölük komandiri olmasa, orada pis olacaq vəziyyət. Bölük qalıb başsız, özünü uğratmalısın. Məni oradan yayındırdı, mən getdim oradan. Sabahsı günü gözlədim ratsiyana, həmin vaxtda da biz ancaq ara məsafələrimiz uzaq olduğuna görə biz ancaq BMP-nin radio stansiyasından bir də o uzaq məsafəli rasiyalardan istifadə edirdik. Ayın 3-də günortadan sonra onunla gördüm, əlaqə kəsildi. Əlaqə kəsiləndə gəldim batalyona həmin vaxtı. Bir saat yarım orada fırlandım, dedim ki, Kəpəzbirlə əlaqə var, dedilər ki, yox, hələ əlaqə yox. Kimdən soruşum, deyil, girmişəm rabitə maşının içinə. Tağım komandirindən soruşuram ki, Kəpəzbirdən nə xəbər var da, mən əlaqəyə girə bilmirəm ondan. Deyir, bizdə də əlaqə yoxdur. Sonra bir neçə müddətdən sonra xəbər gəldi ki, həlak. O mənim uşağımın övladı olub, həm kiçik qardaş olub. Mən də onun için həm böyük qardaş, həm ata əvəzi. Əlimdə böyük uşaq. O qədər sənin uşağı olub ki, o qədər mehriban uşaq olub. İstəyib ki, qış vaxtı mən həm oxuyurdum, həm işləyirdim. Qalın bir sviteri var idi, istəyib. Onu mən istəyirdim ki, onu da o uşaq övladı necə soyuqda qorumaq lazımdır. Onun üçün istəyirdim ki, onu geyindirəm ki, geyin bunu sən geyin. Dedi, yox, sən işə gelirsən, sənə yollusun ola bilər, mən sinifdə olacağım, belə ola bilər. O istəyirdi ki, mən geyinim. Demək istəyirəm, o bir də sviter, üstü qalan sviteri da. O istəyirdi ki, mən geyinim, mən istəyirdim, o geyinsin. O qədər səmimi, o qədər uşaq olmağına baxmayaraq, o qədər istiqamlı uşaq. Döyüş vaxtı, döyüşə gedərdi, özündən olan adam baxmazdı. Deyirdim ki, axı döyüşün qaydası var, komandirin durma yeri var, komandirin idarə etmə üsulu var ki, müharibənin də döyüşü necə idarə etsin. Deyirdi, yox, bu uşaqların birinin başdan iş kəsilmən, bu valideynlərlə nəzaf edəcək. Bizə xəbər gəldi ki, Gorus istiqamətindən bizim Novlu kəndinə hücum var. Əliyar müəllim çıxdı ki, Sadiq maşın hazırdır, mən maşını sürürdüm, bu da həmin maşında atırdı. Bu piyada döyüş maşında yüksək sürətdə dönmələri yaxşıdır. Sən sürürdün? Mən sürürəm.
Bu da atır. Bu maşını biz ikimiz istifadə edirik. Bu oturub atış yerində mən də sürürəm, amma mənim ürəyim güp-güp eləyir ki, bu alçaq sürətdə yaxşı dönməsi yaxşı deyil. Amma yüksək sürətdə yaxşıdır. Bu da dağ ərazisidir, Novlu istiqamətində. Sən bilirsən ki, orada Bərgüşat çayxıdır, dağın dibindən Bərgüşat çayxı. Dağın döşü ilə yolla gedəndə dağdan bir yekə daş belə yumalanıb düşüb yolun ortasına. Mən məcbur oldum maşının sürətini alıb. Görürsə ki, maşın döndərdi, maşın dönmədi. Döndərdi, maşın dönmədi. Bizi dayanıbdı dağın burnunda. Buradan da bir 100 metr aşağıdan dağ çayı axır. Maşın dayanıb belə, mən saxlamışam, döndüm uşaqlar dedim ki, atın, özünüzü atın. Özünüzü atın və tökün maşından yerə. Uşaqlar maşının üstündən özünü atdılar yerə, mən durduğum yerdə maşın dik getdi. Maşın dik getdi. Sən də içində? Mən maşının içində, mənim çıxmaq imkanım yoxdur. Dik getdi, öyle onda bir də ayıldım ki, maşın düşdü çayın içinə, su gəldi maşının üstündən, birəsini keçəndə mən ayıldım, döndüm arxaya baxanda, gördüm rəhmətli Əliyar müəllim də oturub atışır. Başı da dəymişdi, buradan biraz başı yaralanmışdı. Dedim, bəs sən niyə özün atmadın? Mənə deyirlər ki, sən o qədər şeysən, mən nətər özüm orada atım ki, sən də gəlib düşəcəm çayın içinə. Bəlkə burada mənim sənə bir köməyim lazım olardı, mən isə özüm atarım. Bakıda ezamiyyətə gəlmişdim bura. Həmin gün elə biz buradan vertolyotla qayıtdıq ora, Qubadlıya. Qubadlıya qayıdanda bir yarım saat olardı belə, vaxt keçmişdi, birdən dedilər ki, erməni vertolyotları Qubadlıya arxa tərəfdən giriblər, hücuma keçiblər. Mən elə orada həmin vaxtda növbətçi otaqda oturmuşdum. Dedim, necə, hara zəng elədim, gördüm, cavab verin, hamın elə bir ki, başı qarşıdır. Dedim, indi bir dənə zil maşınına gəldi yora, baxam, görəm ki, cəmaat, arvad uşaqlar qorxudan, deməli, kəndin əhalisi, arvad uşaq çıxıblar beləsinə, qışqıra-qışqıra, Qunnanlı kəndi idi, Bəxtiyarlı kəndi idi, yəni o zonanın, arvad uşağı, Əlqur uşağının qadınları, hamısı vurmuşdular dağlara. Vertolyot deməli, biri diri vəziyyətdə düşmüşdü, ikisi də partlamışdı. Vertolyot təzə düşüb aşağı, cəmaat deyir ki, bu dəqiqə düşdü. Yəni bir hadisə yerinə həmin vaxtı gəldi, gördük cəmaat hamısı tökülüb, həbislərdən heç kim yoxdur, həmin əraziyə, yəni çatmayıblar hələ. Başqa bir vertolyot gəlib, onların ekipajını götürüb aparanda, onu da göydə vurmuşlar, Davudlu Qədili istiqamətində orada partlamışdı. Üstülərə getmiş. Hə, o da orada partlamışdı. Yəni bizim batalyonun əsgərləri. Onun haqqında hər bir ağız dolusu, hər bir saldat, hər bir əsgər belə danışırdılar ki, hətta özlərinin ölümünə razı idilər, ki, onun sənin ölüsün. Siz proqramlara, verilişlərə baxırsan, mən onunla fəxr edirəm. Fəxr edirəm ki, həqiqətən də Əliyarın oğluyam. Fəxr edirəm, həqiqətən də Qubadlıdanam, o torpağın suyundan içmişəm. Bugünkü gündə ürəyimizdə olan bir arzumuz var. Torpaqlarımız inşallah azad eləyək, öz torpağımızda, öz vətənimizdə, Qubadlımızda oturağın, bax, bilirsən, tonqal başında oturağın. Yemək pişirmək adam tapa bilmirlər. Aşpaz təyin elədikləri adam silahı götürüb döyüşə gedir. Yəni, bütün bunları Əliyar Əliyev yaratmışdı. Bəli. Döyüş ruhu yaratmışdı yüksək. Bunda bu çox güclüdür. Çox güclüydü. Bu günləri Əliyar Əliyevin döyüş yolunu xatırladır. Onun döyüş yoldaşları ilə, övladı ilə, qardaşı ilə bir yerdə Azərbaycan torpaqları uğrunda onlarla bizim şəhid olmuş milli qəhrəmanlarımız var. Növbəti dəfə onlarla bağlı söhbət edəcəyik. Onların döyüş yoluna, həyatına işıq salacağıq.